Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçirilib. 21-22 noyabr 2025-ci il tarixlərində Sülh Körpüsü təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsində Sülh təşəbbüsünün Ermənistandan olan nümayəndələri Arek Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetiyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayevlə görüşüblər. Görüş zamanı Azərbaycan və Ermənistan arasında Sülh Körpüsünün dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunub. Həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyətə maraqlandıran aktual mövzulara da toxunulub. Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunub. Sülh Körpüsü təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınıb. Səfər zamanı təşəbbüs üzvləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər. Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Hikmət Hacıyev təşəbbüs üzvlərinin suallarını cavablandırıb. Görüşdə iştirak edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov APA-ya bildirib ki, 2 gün ərzində Ermənistandan gələn vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirələr həyata keçirildi. Artıq qrupun adı da müəyyən edildi və bu Sülh Körpüsü təşəbbüsü adlanacaq. O bildirib ki, yaxın 6 ay ərzində ekspertlərin əməkdaşlığı, vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatlandırması istiqamətində fəaliyyət və birgə media sahəsində əməkdaşlıq müzakirə edilib. Konkret istiqamətlər üzrə layihələrin həyata keçirilməsinə hazırlıq işinin başlanması təsdiq edilib. Bundan sonra artıq fərqli istiqamətlərdə tədbirlər planlaşdırılır. Tədbirlər ancaq iki tərəfli formatda həyata keçiriləcək. Tədbirlər çərçivəsində hər iki tərəfdən nümayəndələrin səfərləri təşkil olunacaq və hər iki ölkə ziyarət ediləcək. Bu səfərlərdə təkcə bu qrupun üzvü olan 5 nəfər deyil, daha çox vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulur deyə Fərhad Məmmədov bildirib.